Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu günləri sobada çox az bir vaxtda bişirə biləcəyiniz, çox asan və qıpqırmızı qızaran manqal dadında ləzzətli balıq yeməyi hazırlayıram. Çox az bir zamanda hazırlaya biləcəyiniz bu bərəkətli balıq yeməyini keçək hazırlanmasına. Baxdı. Biz balığı həmişə olduğu kimi əvvəlcədən təmizləmişik və yumuşuq. İçərisini isə təmizləyib, indi artıq hissələrini kəsib atırıq. Mən bu yeməyi daş fırınında hazırlayıram, ancaq bu yeməyin əsl reseptində sobada hazırlanmalıdır. İlk öncə bizə dəstək olan hər kəsə təşəkkür edirik. Kanalımıza abunə olub yorum yazmağı unutmayın. Yeməyimiz üçün pomidor, qırmızı biber, kartoşka, soğan və cəfəri lazımdır. Ərzaqların miqdarını açıqlama bölümündə qeyd edəcəm. Tərəvəzlərin hamısını əvvəldən yumuşam, təmizləyib soymuşam. İndi isə halqa-halqa doğrayıb bir qaba yığacam. Çox asan bir yemək olduğu üçün sizə də məsləhət görürəm, dəyərli izləyicilər. Tərəvəzlərin hamısını doğrayandan sonra sobada bişirəcəyim qabın içərisinə biraz yağ əlavə edəcəm. Sonra doğradığım tərəvəzləri lay-lay onun içərisinə yığacam. Alt qatdan kartoşkanı yığdım, üzərinə soğanı, sonra duz, istiot əlavə edirəm. Daha sonra qırmızı biber, pomidor və onun üzərindən də yenə duz, biraz istiot əlavə edib balıqlarımı lay-lay yığıram. Sonda isə üzərinə yenə də balıqların duz, istiot əlavə edirəm və doğradığım cəfərini 1-2-3 ədəd də dəfnə yarpağı qoyuram və biraz da sumaq əlavə edirəm. Balıqların üzərinə limon dilimi də əlavə edə bilərsiniz dadlandırmaq üçün. Mən unutduğum üçün limon əlavə edə bilmədim. Daha sonra biraz da duru yağ gəzdirdim. İndi isə hazırdır yeməyimiz. Daş fırınıma qoyacam bişməyə. Yeməyimiz çox gözəl görünür. Bu cür fərqli balıq yeməyi ilə qonaq süfrələrinizi də bəzəyə bilərsiniz. Yenə də seçim sizə qalır. Balığı qoyuram bişməyə. Arada 1-2 dəfə balığı fırladacam ki, hər tərəfi eyni qaydada pişsin və tərəvəzlərin suyu çəkilənə qədər bişirəcəm. Bir saatdir ki, artıq yeməyimiz fırındadır, yəni kürədədir. Artıq tərəvəzlərin suyu çəkilib, balıqlarımız isə nar kimi qızarıb. Yeməyimiz isə göründüyü qədər də möhtəşəm alınıb. Həm sağlıqlıdır, həm də çox asan. Qızartmadan bu qədər balıq yeməyini 1 saat 20 dəqiqə hazırladım. Balığı üst qatdan yığdığım üçün çox gözəl qızarıb və manqalda bişən balığa oxşuyur. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. İnşallah növbəti videolarımızda görüşənədək. Videolarımıza baxıb yorum yazmağı unutmayın. Salamat qalın. Allaha əmanət olun.